Situasiyanı oxuyuruq. Döllərin ikinci sualımıza baxırıq. Döllərin inkişaf zamanı ananın hansı müvəqqəti daxili sekresiya vəzləri fəaliyyət göstərmişdir? Deməli, ananın müvəqqəti daxili sekresiya vəzlərinin olduğunu bilirik. Hamiləlik dövründə yaranırdı. Və bu fəaliyyət göstərənləri soruşur ki, hansı və fikrinizi əsaslandırın deyir. Biz bilirik ki, hamiləlik 9 ay çəkdiyi müddətdə bir sarı cisim hormon buraxır. Sarı cisim deməli hamiləlik varsa əgər 3 aydan çox hormon buraxır. Deməli 3 ay hormon buraxır və hamiləliyin 3-cü ayı yaranan cift olurdu. Cift yaranırdı, 3-cü ay yaranır, amma 1 ay sonra hormon buraxır. Ona görə də 6 ayda hormon buraxan cift olur. Yəni müvəqqəti daxili sekresiya vəzləri bunlardır və bu cift xüsusilə burada sayılırdı. 6 ay, 3 ay, cəmidə 9 ay hormon buraxmış olacaqdır. Bunların işi odur ki, sonrakı yumurtalıqda yumurta hüceyrə yetişməsin. Çünki sarı cisim bilirsiniz ki, partlamış follikulun yerində yaranırdı. O birisi digər yumurtalıqda hələ yoxdur deyək ki, o yetişmənin qarşısını alan hormon buraxır və selişli qişanın qopub düşməsinin qarşısını alan hormonda həm də cift nə edirdi? Bəs cift də dedik hamiləliyin 3-cü ayı yaranırdı, amma 4-cü aydan başlayaraq hormon buraxırdı ki, o da 3 ay çünki buraxır axı sarı cisim, o da cəmidə 9 ay olacaqdır.